Kendime saygımdan. Mesela benim doğum günümü kutlamamış bir insanın doğum gününü ben de kutlamam. Çünkü kusura bakma da senin doğum günün benimkinden çok daha değerli değil. Bu da benim kendime saygımdan. Ya da mesela her işine koştuğum bir insan sıra benim işime geldiği zaman bahanelere sığınıyorsa, işim ne kadar önemli olursa olsun bir daha onun işine koşmam ve benimkine de çağırmam. Tabi bu da benim kendime saygımdan. Ya da mesela aradığım zaman açmayan ve aramalarıma geri dönmeyen insanı bir daha o arayana kadar aramam. Evet, insanlık hali tabii ki işi olabilir, yoğun olabilir ama illaki o aramayı görmüştür ve görmesine rağmen unuttuysa zaten yeterince değerli değilimdir. Yani bu da benim kendime saygımdan. Ya da mesela sözleştiğimiz planda ekilirsem de bir dahakine karşımdaki kişi bir plan yapıp beni çağırana kadar o kişiyle bir plan yapmam. Ve tabii bu da benim kendime saygımdan. Çox təəssüf ki, müasir qeyri-sağlam təbliğatların təsiri altında egoist yanaşma tərzi ilə formalaşan insanlar özünə hörmət anlayışını da bu egoizm çərçivəsinə salırlar. Hansı ki, bu videoda qeyd olunan davranışların heç birinin özünə hörmət anlayışı ilə əlaqəsi yoxdur. Çünki əvvəla özünə hörmətin təməlini özünə inamlı olmaq və öz güvən təşkil edir. Əgər bir insan bütün hərəkətlərini başqalarının hərəkətlərinə əsasən ölçüb biçirsə, bütün davranışlarını başqalarının ona qarşı olan davranışları ilə eyniləşdirirsə, bu onun müstəqil davranmadığını göstərir. İkincisi, bir insanın ona göstərilən diqqətlə qane olmaması, ona diqqət göstərilməməsi demək deyil. Bu, onun subyektiv qiymətləndirməsidir. Üçüncüsü isə, sağlam özgüvənə sahib bir insan hər hadisəyə fərdi yanaşmağı bacarmalıdır. Məsələn, əgər səni təbrik etməyiblərsə, ancaq sənin ürəyindən keçirsə, təbrik etməyi bacarmalısan və bununla özünü əskilmiş kimi hiss etməyəcək qədər sağlam özgüvənə sahib olmalısan. Yaxud əksi də ola bilər, səni təbrik ediblər, ancaq hansısa bir səbəbdən sən təbrik edə bilməmisənsə, bunu açıqlaya biləcək və bunu açıqlamağı əzilmişlik kimi hiss etməyəcək qədər sağlam özgüvənə sahib olmalısan.